Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Qərənfilin mətbəxinə xoş gəlmişsiniz. Mən bu günləri pərpətön qoymaq istəyirəm. Düzə bir təhri gəlin qaynana zülüm balı ilə arıqladıq, yığdıq bura. Can düş qoymur. Bir iş görək bizi. İndi duza qoymaq istəyirəm. O, bax, sarımsaqdır, nanədir. Hərəsinə bir balaca belə, bax, belə tam çıxması üçün atacağım. Bəyək yığmışam, nanəyi istidən qalmışdı barda surahının qırağına. Böyle bu şey. Belə bir dağlı atacağım. Sarımsaq atacağım. Hərəsinə 2 yumru sarımsaq atacağım. Birinin altına, birində üstünə. Hadi yiyəcək. Allah hamımızın sürfəsinə bərəkət versin, qurban olma Allahın adına. Çoxdandır video çəkə bilmirik biz. Belə yarım barmaq burada eləyirsən. O gün qoymuşam. Bir gətirib burada bankada göstərəcəm. Söz yapaqlarını arıqladım. Kitab eləyirdim, kitaba qatdım. Amma indi elə yarpağı olacaq. Qəşəng də zoğdur. İndi əsas vaxtıdır. Birazdan qatacaq, qoymaq olmayacaq. Budaqların çox yemək olmuyor onda. Su qırağında olur əsasən bunlar. Hansı ləki ki çox sulayırıq orada çıxır. Buna artıq 100 verir, 100 qalmasın. Suyu da qoymuşam qaynamağa qaynır kimi. Biraz daha Mənim balam sıyıq yer. Can, hə, yaxşı. Ye. Ye, axıllı bala. Qaşqın dalı ilə, hə, bax. Axıllı. Hə, başqa qaşqın dalı deyir, mən başqa. Yadımdan çıxıb lavur listənin dibini atmamışam, indi üstünə 2 dənə atacağım. Mən sırğamın biri yoxdur biri. Seçdin əvəzlər. Qəşəng. Doldurdum mən bankalara. Hərəsinin üstünə bir dənə böyük sarımsaqları böldüm, attım. İndi hərəsinə bir dənə lavrola list atacağım. Mən altına atmalıydım, yadımdan çıxıb. Barmağımı da böldüm bir saat. Elə bir mal kəsəcəkdim, bıçağımı da etləmişdim. Bir kere ortasına koyup basaydım çıxıb gedərdim. Hə, yaxşıdır da, elə bir dənəməz. Bu 600 qramlığa nane koymamışım.
5-6 dənə hərəsinə tamı olmaq üçün. Bax, 4 dənə belə. Hərəsinə bir cıqqılı qaşıq şəkər tozu tökəcəm. Kiloluq bankalardır, bir dənəsi 800 qramlıqdır. Mən heç xoşlamıram belə bankadan yuxarı doldurmağı, amma qalmasın deyə mən bu dəfə elədim. Bu qaldı. Dur bakayım. Daxıda çəkəndə yadımıza düşdüm. Zoğuqdan gətirim içinə qoyum. Hə. Bir xörək qaşığı da duz tökürəm. Əslində tutma üçün olan duz tökməliyik. Biz elə bu yemək duzudur. Hələ tutma duz almamışıq. Hərəsinə 3-4 damcı. O gün bağladığıma heç sirkə tökmüşdüm da. İndi bunlara uksus tökəcəm. Kimin ürəyi nə istəyir, o da tökə bilər. Təkcə qora suyu ilə də qoymaq olur. Mən tökdüm hər şeyi. İndi qaynar su tökürəm, qaynaya. Uşağın başını qatdıq ki, qorxulu olmasın. Beş-altı damcı uksus tökdüm. Çay qaşığının burnunda. Bir dolu xörək qaşığı duz tökdüm. Bir çay qaşığı şəkər tozu tökdüm. 1-2 diş sarımsaq. Şüyüd, mən o birisinə şüyüd atmışdım. Buna nane attım. Lap reyhan da atan olur. Qapaqlara da biraz qaynar su tökürəm. Qapaqlarım işlənmiş qapaqlardır. Kompotdan açılan qapaqlar. Nədir, nənəm qız? Əziz izləyicilər, mən bağladığım pərpət önləri bütün yeməklərlə yeyilir qışda. Çox adam yemir, bizdə oğlum çox yer. Bunları o günləri zoğun arıtlayıb qoymuşum. Yarpaqlarını arıtlamışdım, zoğun qoymuşdum. Bu şüyüdlə qoymuşdum ancaq. Allah dünyamızı salamat eləsin. Düzəltdiklərinizi hamı salamat yesin, biz də içində. Allah dünyayı salamat eləsin. Balalarımızı qorusun. Pis fikirli insanlardan uzaq eləsin balalarımızı Allah Teala, hamımızın belə nətərdimi qorunmağa layiq olan ailələrin, uşaqların, qurban olma Allahın adına, Allah əsgərlərimizi qorusun, darda olanlarımızı dardan qutarsın, qurban olma Allahın adına, nə bilim, polisə heç kimin işi düşməsin, xəstəxanaya heç kimin işi düşməsin, Allah dünyamızı salamat eləsin, sürfəmizi bol eləsin. Mənim baləm də pişak yıxıldı ki, nənəsi əlin kəsdi, baləm də yıxıldı, alədi. Bizlərə sağ ol ilə nənə qurban. Sağ ol ilə boşvadır. Maşallah, balama maşallah.
Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun, sürpriz dolu olsun. Mən bağdan biraz əvvəli yığmışam. Biraz həm hörəcəm birazdan. Sizə göstərim. Hördüklərimi arıtlamışam, mənə uzun lazımdır. Qalanın ama başlarını zoğlarını arıtlamışam. Bunları doğrayıp koyacağım. Ya Allah'ım. Şölgədə eləyirsən, şölgədə qurudursan, yaxşı olur da keyfiyyətini itirmir. Çox geçə-geçə doğrayırsan. Tuzlu pərtəsi üçün. Parça üstüne de sərirsən. Balam ne oğurlayıb qaşıqların içində? Ha? Ne tapmışam? Allah hamının sürfəsinə bərəkət versin, qurban olun Allahın adına. Doğuğa göyərtə satılan yerdə belə satılır. 10 dəstə, 15 dəstə fərqli bacası olmayanlara aiddir da. Alıb quruda bilərsiniz açıq. Qışlatça yemək, ərişliyə qatarsınız, doğuya qatarsınız. Doğuya çox qatmaq olmaz, həm doğan rəngi də olur, həm də turş olur. Bizdə tulumdan əkmişik. Əkmişik deyəndə mən daha heç nə demirəm. Bax, bunun indi aparıb aşağı da belə nazik də belə qalın yox. Tez xarab olandı əvvəlik. Bunları da Allah qoysa görün. Belə bazardan ancaq örük satılır. Mən o gün gördüm ki, anamgildə gəlim belə doğrayıb qoydu da. Mən onda gördüm ki, doğrayıb eləmək olur. Qurutmaq olur. Dedi, o lap rahatdır. Ya Allah. Bunu hördüm, mən elə eləyirəm. Duzlu suva vururam. İndi bu azdı vurmayacam. Ben belə nazik edəcəm. Biraz ki, hörüyüz belə çoğu doldu. Onda mən duzlu su düzəldirəm. O duzlu suva salıb çıxardıram ki, qurt düşməsin. Qurusuna da təbii deyirəm, bu kimyəvi şeysizdir da. Nenen babası? Ne istersin? Çay istersen. Şöyle. Çanta çürüye xarab olur. Dedim Ayten aparsın, o yatırsın. Belə torpağa dəyən hissələri, həm də bunlar quruyanda rezin kimi olur. Əziz izləyicilər, indi bir saat saldatların gedib gələn vaxtıdır, qurban olma Allahın adına. Gələn də salamat gəlsin, gedən də salamat gəlsin. Allah dünyaların salamat eləsin. Allah peşmançılıq verməsin heç bir atıya, anıya. Hə, yoxdur. Cız. Hə, duzlu su düzəldirəm mən. Hə, cantışılıq sana. İçmək istəyirsən, nə çayı? Sənin çayın var da. Son, biləyir. Hə, belə duzlu suva salıram mən.
Onda lap boyun qurumuşu 2-3 ildə olsa qalır. Bir boş qabı. Hə, bax bunu da aparıb atacağım. O bir söydə ip asmışam ipdən. Bu da ayrı bir hörü eləyəcəm. Əziz izləyicilər, Allah Teala hamının sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Allah əsgərlərimizi qorusun. Qurban olum Allahın adına, darda olanları dardan qutarsın. Allah balalarımızı pis fikirli insanlardan uzaq eləsin. Bütün anaların arzusunu Allah Teala yerinə yetirsin. Allahın adına qurban olum. Əsgərlərimiz sağ-salamat gəlsin. Qaynımın balası gəldi sağ-salamat, baldızımın balası gəldi, bacımın balası gedir. Allah hamısının işini avand eləsin. Yəni onlar hamısı bizimdir. Saldatlar hamısı öldü olanda bir anan balası olur, amma əsgərlikdə olanda hamımızın balasıdır. Allah dünyamızı salamat eləsin. Əziz izləyicilər, sağollaşdım. Birdən ağlıma gəldi ki, Aytəndəki dostdur. Cantuçun kargosunu açmamışıq. O gündən gəlib demişəm açma, o səbirlərin basıblar. Papadan kəsənlər. Nənənin balası, nə var canım? Nə var içində? Çıxarda hamısı bitir. Yürük içində nə var balası? Ay maşallah, ay maşallah. Balamın çölü. Əmsi oğlanların Eminin, Elmirin əynində var idi. Onlar böyük oğlanlar diye. Dedim geni tərcələmə, Cantıqçı gəlsin bir yerdə geyinərsin. Uy nənəyin balası, nənəyin balası. Son. Çox mübarəkdir. Allah olmayanları da qismət eləsin. Əziz izləyicilər, mən biraz yekə vururam həmişə. 4-5 yaş zad vururam. Gəlir əlinə məsələn biraz oturanlar geyindi, ödüyü qalanda saxlayıram öyle. Uşaq birdən-birə böyük izah elətirsiniz. Kimsə də vurmaq istəyirsə, belə, bax məsəl üçün, nəsə seçirsən orada, 13 manatdır, 12 manatdır, qızlar indi öyrəniblər. Aytənin qrup yoldaşıdır. Ucuz vurur da, o 2-3 manatı sənə endirimdən vurur. Allah salamatçılıq eləsin, maşallah olanın paltarını, ünifə çıxardım. Cığarasını cırmış. Öyle cığarası da o kadar səli geldi ki adam nə əli gəlmir cırmağa. Oy maşallah balamın. Cünnəvə bax cünnəvə. Ay Allah ne geçeydi. Balık. Kurban olsun nene balamın balık şalvarına. Balık cünnəvə. Balık şalvarına. Allah koysa, əziz izləyicilər, 2-ci nəvəm gəlir, 2-ci yoxu daha doğrusu 5-cidir. İndi ömrümüzdə 2-cisidir da, bu 2-dəs. O birisi qızdır. Da Cantu üçün aldığım paltar qədər qələt eləyir, qıçını almayacam. Sağ-salamat gəlsin dünya. Bütün belə darda olan anaları, gəlinləri Allah Teala sağ-salamat qucağına körpəsini almağı qismət eləsin. Aytən də içində, Aytən də içində, Allah salamat eləsin. Nəvəmin dadını naz-naz qoymuşuq. Görəndə nəvəmin Cantuya çox oxşayacaq, oxşamayacaq. Bu da balamın bir dənə şəkəti. Geçə vurmuşam, ha gülmü ömək. Materialları da çox gözəldir. Təmiz hamısı 100% pambıqdılar. Seçirsən oradan. Həqiqətən də endirimlə verirlər. Gedib bazarda yay olsun, qış olsun, sülənməyinə dəyməz da. Hə yaxşıca sağollaşaq, sağollaşaq. Bunlar düzə bura bir dənə baxsın nənələr. Wow, döyüşdür onlar, döyüşdür. Sağ ol elə nənələri. Nənələri sağ ol elə. Hə, sağ orada döyüb, deyib mamondadır nənələr. Sağ ol elə nənələri. Mat göndər nəniyə. Mat göndər. Kimə göndərsən? Şuba dönər. Hə, düş gətir. Düş gətir. Tez. Hə, gətir. Hə, yaxşı, sağ ol. Sağ ol. Hə. Balam atın o qədər çox sevir. O qədər çox sevir. Oy. Oy. Sən nənələrə mat göndər.
Mat göndər mənə. Mamiyə mat göndər. Uy maşallah. Çoxlu göndər. Çoxlu. Birində. Nənənin ürəyi. Allah hamımızın balasını qorusun. Baxan gözlərinizdə var olsun. Abunə olmayanlar da abunə olsunlar. Çoxdan da demirəm. Əziz izləyicilər, yadımdan çıxmamış o da deyim. Bacımın uşağının əsər getdisindən açıq uşaqlar video çəkirlər. Talih özü xahiş edib ki, xalamla mənim videomda qoysun. Talih baxıb deyəcək xalam mənə satdı. Allah işlərini avand eləsin. Hələ getməyib, Allah qoysa. Ayın 9-u gedəcək. Allah işlərini avand eləsin. Gedənlərin də, Allah komandirlərinin də canı sağ eləsin. Ölkəmizdə sülh olsun, bolluk olsun. İndi qabaqçı zamana kimi deyil. Əsgərlərimizə çox gözəl baxırlar. Bizim özümüzdən yaxşı baxırlar əsgərlərimizə. Gələn uşaqlar deyir bu. Mən də oğlum əsgər idi, ondan mən görmüşəm. Məsələn, yeməkzəd aparırdıq. İçəri heç nə aparmırdı ki, amma orada hər şey verirlər. İkisi dənə sinikes qoydu cibinə. Qəti içəri yeməkzəd aparmırdı. Yenə deyirəm, Allah dünyamızı salamat eləsin. Bu da balamın cehizləridir. Mənim balam da gələcəyin soldatıdır. Bir də maçələ nənələri. Bir də maçələ nənələri ilə dünyada eləməsən. O ilə yox, əlimlə. Əlinin maçında nə olar. Maç göndər, mamiyə maç elə. Mamiyə maç elə. Hə, yaxşı.